Qaradağda iş var yoldaşlar. Qaradağda işləri mən zaten mütəmadi olaraq paylaşıram kanalda, amma mən sizə növbəti partiyadan da bəhs etmək istəyirəm. Misal üçün, operator işi var Qaradağda, Mədəniyyət Ağ Şirkətlər qrupundadır. Ali texniki təhsiliniz varsa, belə deyim, kompüter bacarıqlarınız varsa, elektrik motorları, dəyirman, şinek, elevator və s. anlayışınız varsa, həqiqi hərbi xidmətdə olunursunuzsa, bu işə müraciət edə bilərsiniz. Daha sonra sürücü işi var yoldaşlar. FDL şirkətindədir, Qaradağ rayonundadır. A, B, S, Y kateqoriyanız olmalıdır. 5 illik iş təcrübəniz olmalıdır. 25-55 yaş aralığında olmalısınız. Azərbaycan və rus dilini bilməlisiniz. Bilirsinizsə və sürüşkən iş qrafikinə malikdir yoldaşlar bu. Belə bir sürücü işi də var. Bundan əlavə kasser işi var, amma narahat olmayın, təcrübə tələb eləmir. 18-38 yaşlı uşaqlar üçündür, Sədriyyət Ticarət Mərkəzindədir. Orta təhsiliniz varsa, bu işə müraciət edə bilərsiniz. Əmək başlanğıc olaraq 500 manatdır, üstə gələ bonus sistemi var. Bu və bənzəri işlərlə tanış olmaq istəyir və yaxud da digər Qaradağdakı işlərlə də tanış olmaq istəyir. Bir sözlə, iş tapmazlıq səsini çəkirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstəkləyirsinizsə, ona bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Özbalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.